Sağlamlığının qeydinə qalan hər kəsi salamlayıram. Səhiyyə televiziyasında tibb xəbərlərinin vaxtıdır. Studiyada Günel İbadovadır. Bugün dünyada və ölkədə hansı vacib tibb hadisələri baş verib bilmək istəyirsinizsə, diqqətiniz sona qədər bizdə olsun. Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva Çin səfəri zamanı Milli Genom Mərkəzində olub və baxaq görək orada nələr müzakirə olunub. Onu öncədən deyim ki, qarşılıqlı əməkdaşlıq haqqında maraqlı söhbətlər olub. Birlikdə izləyək. Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva aprelin 24-də Pekində Çin Milli İnsan Genomu Mərkəzində olub. Çinin Elm və Texnologiya Nazirliyinin rəyi ilə yaradılmış mərkəz Çində ölkə səviyyəli genom tədqiqat müəssisələrindən biridir. Çin Milli İnsan Genomu Mərkəzi elmi tədqiqat nəticələrinin kommersiyalaşdırılmasını və Çində genomik sənayinin yaradılmasını təşviq edir. Mərkəz fundamental və klinik tədqiqatlar, populyasiya genetikası və bioinformatika sahələrində layihələr həyata keçirir. Bildirilib ki, mərkəzin işində ən qabaqcıl texnoloji avadanlıqlardan istifadə olunur. Leyla Əliyeva mərkəzin laboratoriyalarına və bioloji nümunələr bankına baxıb. Mərkəzin rəhbərliyi ilə söhbət zamanı Azərbaycanın müvafiq qurumları ilə potensial əməkdaşlıq imkanları, o cümlədən onkoloji xəstəliklər, serebral iflic və digər xəstəliklərin müalicəsi zamanı genom mərkəzinin metodlarının tətbiqi məsələsi müzakirə olunub. Hərəkətsizlik, yəni aktiv hərəkət etməmək hansı fəsadları gətirir? Artıq çəkini hamımız bilirik və diz oynaqlarında, əzələlərdə də müəyyən problemlər yaranır. Hamımız bundan haliyik. Lakin yeni araşdırmalar göstərib ki, aktiv olmayan insanların zehnində də problem yaranır. Birlikdə baxaq. Azərbaycan Respublikasının Səhiyyə Nazirliyi rəsmi sosial şəbəkə hesablarında fiziki aktivliyin sağlamlığa müsbət təsiri və əhəmiyyəti ilə bağlı maarifləndirici video çarx paylaşıb. Fiziki aktivliyin əhəmiyyəti. Uzun müddət hərəkətsiz qalan insanlarda çəki artımı müşahidə oluna bilər. İdman etmək həm də zehni sağlamlıq üçün faydalıdır. Stress azalır, yuxu rejimi normallaşır və ümumi həyat keyfiyyəti artır. Hərəkətsiz qaldıqda sümüklər və əzələlər zəifləyir. Mütəmadi hərəkət etdikdə orqanizmdə qan dövranı yaxşılaşır, əzələlər güclənir və ürək daha effektiv işləməyə başlayır. 2024-cü ilin noyabrında yayımlanan bir araşdırma fiziki aktivliyin beyin funksiyasını yaxşılaşdırdığını və demans riskini 18 aya qədər gecikdirdiyini göstərib. Bu təsir genetik olaraq demansa meylli olan şəxslər üçün belə 35%-ə qədər azalma təmin edə bilər. Pensilvaniya Dövlət Universitetinin apardığı bir digər araşdırma orta yaşlı şəxslərin gündəlik fiziki fəaliyyətlərinin beyin sürətini təxminən 4 yaş gücləndirdiyini ortaya qoyub. Sadə hərəkətlər belə qısa müddətdə əhəmiyyətli faydalar təmin edə bilər. Bütün dünyada olmaqla bərabər ölkəmizdə də vərəmlə mübarizə davam etdirilir. Baxaq görək təbibin rəsmiləri kimlərlə görüşüb və bu məsələni kimlərlə müzakirə ediblər. Təbibdə Qlobal Fondun nümayəndələri ilə vərəm əleyhinə mübarizə tədbirləri müzakirə olunub. Görüşdə təbibin icraçı direktorunun müavini Anar İsrafilov, QİÇS, vərəm və malariya ilə mübarizə üzrə Qlobal Fondun baş portfolyo meneceri Valeriya Qrişeçkina, Səhiyyə Nazirliyi İnsan İmmun Çatışmazlığı virusu, vərəm və malariya ilə mübarizə proqramının layihə əlaqələndirmə bürosunun direktoru Yaşar Orucov, eləcə də təbibin struktur bölmələrinin rəhbərləri iştirak edib. Görüşdə vərəmlə mübarizə üzrə ölkədəki cari vəziyyət, referans laboratoriyaların işinin optimallaşdırılması, vərəmlə mübarizənin vahid mərkəzdən idarə olunması, xəstəliyin erkən aşkarlanması tədbirlərinin gücləndirilməsi, vərəmlə mübarizə istiqamətində göstərilən tibbi xidmətlərin ardıcıllıq alqoritmləri, infeksion sistemin qurulması, zəruri avadanlıqların alınması üçün dəstəyin göstərilməsi məsələləri müzakirə olunub. İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin sədri Zaur Əliyev Ağcabədi əhalisi ilə görüşüb və vətəndaşların məhz tibb sahəsi ilə bağlı narahatlıqlarını, xoş sözlərini və eyni zamanda şikayətlərini dinləyib. Detalları izləyək. İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin İdarə Heyətinin sədri Zaur Əliyev aprelin 24-də Ağcabədi rayon mərkəzi xəstəxanasında Ağcabədi, Ağdam və Laçın rayon sakinlərini qəbul edib. Tibbi ərazi bölmələrini idarə etmə birliyinin icraçı direktoru Vüqar Qurbanovun, agentliyin Ağcabədi filialının rəhbərlərinin, Ağcabədi, Ağdam və Laçın rayon mərkəzi xəstəxanalarının direktorlarının iştirakı ilə keçirilən qəbulda 21 vətəndaşın müraciətinə baxılıb. Vətəndaşların müraciətləri əsasən İcbari Tibbi Sığorta hesabına
müayinə müalicə, tibbi göndərişlərin verilməsi, dərman təminatı, əlillik müəssisələri, iş və əmək münasibətləri ilə bağlı olub. Müraciətlərdə qaldırılmış bir sıra məsələlər yerində həll edilib. Digər müraciətlərin araşdırılması və qanunvericiliyə uyğun baxılması məqsədi ilə müvafiq tapşırıqlar verilib. Barmaqları keyiyib, deyiblər ki, artritdir. Bundan sonra həkimlərin gözləmədiyi şəkildə dəhşətli mədə ağrıları başlayıb. Buna da bir başqa diaqnoz qoyublar. Lakin xanım bütün diaqnozlarını ChatGPT-yə yazıb və cavab olaraq Hashimoto diaqnozu gəlib. Həkimlər inanmaq istəməyiblər, amma analizlər ChatGPT-nin haqlı olduğunu göstərib. Beləliklə, ChatGPT bir insanın həyatını xilas edib. Əməliyyat necə keçib? Bu sualın cavabını süjetdə biləcəksiniz. ChatGPT diaqnoz səhvini düzəldərək qadının həyatını xilas etdi. Amerika Birləşmiş Ştatında yaşayan bir qadın əl barmaqlarını düzgün hərəkət etdirə bilmədiyi üçün həkimlər ona revmatoid artrit diaqnozu qoyub. Lakin bir müddət sonra o mədə ağrılarından da şikayət etməyə başlayıb. Həkimlər bu problemi sadəcə gastroezofageal reflüks kimi qiymətləndirib və ciddi bir araşdırma aparmayıblar. Qadın simptomlarını ChatGPT-yə yazdıqda süni intellekt Hashimoto xəstəliyi diaqnozu ehtimalının olduğunu vurğulayıb. Həkimlər bunu qəbul etməsələr də israrla tibbi analizlərin yoxlanılmasını tələb edən pasiyentin təkrar müayinəsi aparılıb. Nəticədə süni intellekt haqlı çıxıb. Xəstənin orqanizmdə əmələ gəlmiş şiş vaxtında aşkarlanaraq cərrahi yolla götürülüb. Mütəxəssislər bu hadisənin süni intellektin tibbdə potensialından xəbər verdiyini, bir çox hallarda həkimlərin qaçıra biləcəyi detalları ChatGPT kimi texnologiyaların aşkarlaya bildiyini deyir. Bir fıstığı yeməklə həyatına son verə biləcək insanlar var. Çünki bu allergiya dünyada çox yayılıb və həddindən artıq təhlükəlidir. Lakin alimlər artıq onunla başa çıxmağı bacardılar. Necə? 21 nəfərin üzərində aparılan araşdırma nəticəsində 9 aydan sonra artıq 14 nəfər ovuc-ovuc fıstıq da, qoz da yeyə bilirlər. Möcüzə deyə bilərikmi? Elm bir növ həm də möcüzədir axı. Məncə deyə bilərik. Siz isə diqqətlə süjeti izləyin. Alimlər fıstıq, qoz fındıq allergiyasından ömürlük qurtulmağın yolunu tapıb. Guy's and Thomas Foundation Trust və London King's College-ində klinik tədqiqatda iştirak edən 21 könüllü xəstədən 14-ü tamamilə bu fəsaddan qurtulub. Pasiyentlərə 9 ay ərzində günbəgün 1 mg dozanı artıraraq fıstıq tozunu yoğurtda qarışdırıb veriblər. Araşdırmaya rəhbərlik edən professor Steven Till deyir ki, hazırda onlardan 14-ü bütöv halda qoz, fındıq və fıstıq yeyə bilir. Eksperiment Allergy jurnalında dərc olunub. Ağızdan immunoterapiya adlanan metodun polen, arı və arı sancmalarına qarşı allergiya üçün effektivliyi artıq sübut edilib. Son 20 ildə o yalnız qida allergiyası üçün və əsasən də immun sistemi hələ də formalaşmayan uşaqlarda istifadə olunmağa başlayıb. Bugün olan səhiyyə xəbərlərimiz bu qədər. Dünyada və ölkədə baş verən ən vacib tibb xəbərlərini bizdən alın. Unutmayın, bilmək hər zaman bir addım öndə olmaq deməkdir. Özünüzü və doğmalarınızı qoruyun. Sağ olun, salamat qalın.